Salam uşaqlar. Salam. Əyləşin. Deməli uşaqlar, sizinlə bu günlərin coğrafiya 2025-2026-cı tədris iliniz ərzində 7-ci sinifin dərsliyinin tamamilə yekunudur. Yarış keçirdirəm yekuna aid və bu yekuna qalib gələn coğrafiya liderliyi adına layiq görülmüş olacaqdır. Bunun üçün 3 mərhələli keçirdiksə imtahanımızı, hal-hazırda 2-ci mərhələdəyik yarışın. Sual yarışı və sual qatarı ilə dərsimizi davam edəcək. Yəni yarışımızı davam edəcək. Başlayaq. Pik nədir? Dağın ən hündür zirvəsi. Necə olan? Şiş. Hündür yəni şiş olan zirvə. Olar, qəbul. Yer qabığında hansı qatlar var? Mantia və... Yox, yer qabığında deyir hansı qatlar dağılır. Yer qabığında. 3 qat var idi. Bazalt, çökmə, qranit. Aysa. Xankəndi və Şuşa şəhərləri hansı iqtisadi rayonda yerləşir? Qarabağ iqtisadi. Doğrudur. Azərbaycan enerjisinin 60% haqq istehsalına kimi getirir. Doğrudur. Litosfer havaları hansı qatın üzərində hərəkət edir? Yer qabanı. Yox, litosfer havaları hansı qatın üstündə hərəkət edir? Troposfer, atmosfer. Yox, olur. Litosfer havaları hansı qatın üstündə hərəkət edir? Yəni Astronosfer. Astronosfer, doğrudur. Mantel, qoy. Varvara su elektrik stansiyası harada fəaliyyət göstərir? Yevlax. Doğrudur. Hər bir ölkə üçün ən vacib kənd təsərrüfat sahələri hansılardır? Taxılçılıq, maldarlıq. Heyvanda, olur, qəbul olur, heyvanda. Aktiv vulkanlar hansı vulkanlardır? Hal-hazırda fəaliyyət göstərən vulkanlar. Litosferin dağılığına kilometr kvadratdır. Tasverin qaldı. 270. Azad iqtisadi zona hansı qəsəbədə yerləşir? Neftdən hansı məhsul istehsal olunur? Benzin, yağlar, kərosin. Doğrudur. Mingəçevir su anbarının əhəmiyyəti nədir? Kürd çayında baş verən daşqınların qarşısını alır, su idman üzrə yarışlar keçirilir, balıqçılıq, təsərrüfat və turizmi inkişaf etdirir, ətraf əraziləri enerji ilə təmin edir. Doğru. Sumqayıt şəhəri hansı iqtisadi rayondadır? Bilmədim. Abşeron Xızıdır. Xızı, mən başlayalım. Azərbaycanın dəmir yolu hansıdır? Mən Azərbaycanın dəmir yolu olmalı deyəsən Bakı. Bakı Ərzum. Yox, Bakı Ərzum qaz kəmərimizdir. Dəmir, yerdən danışmaq. Bilmədim. Buyur. Bakı Tbilisi Qars. Doğru. Ayda. Eroziya nədir? Aşınma prosesi. Suxurların yəni aşılması. Doğru. İkinci mərhələ ilə davam edirik uşaqlar. İşçi qüvvəsi nəyə deyilir? Zehni və fiziki əmək qabiliyyəti olan insanlar. Bəli. San Francisco hansı ölkədə yerləşir? ABŞ-da. Doğrudur. Ölkəmiz Türkiyəyə nə qədər məsafədə yerləşir? 15 kilometr. Nüvə neçə yerdə bölünür və hansılardır? 2 yerdə bölünür. Üst, alt. Daxili, xarici. Aysa. Azərbaycan hansı qitədə yerləşir? Avropa və Avrasiyanın birləşdiyi. Birləşdiyi Kəskin. Avropa və Asiyanın birləşdiyi yerdə Asiya. Tamam, olur. Chiapas hansı ölkədə yerləşir? Meksika. Doğru. Antarktidanın ən hündür nöqtəsi neçə metrdir? Wilson massivi 4892.
Nov nədir? Okeanda yaranan dərin çökəkliklərdir. Doğru. Sayəsində görə ən böyük iqtisadi rayon hansıdır? Qarabağ iqtisadi rayonu. Doğrudur. Afrikada alçaq yer haradır? Rift dərəsi. Yox, alçaq yerdir. Ən dərin yer çökəkliyi haradır? Afrikada. Ölüm dərəsi. Yox, ölüm dərəsi Şimali Amerikadadır. Bilmədim. Üçüncü mərhələ ilə davam edirik şokur. Gölgə neçə metr hündürlükdə yerləşir? 1556. Qarabağ vulkan yaylasında hansı vulkanlar rast gəlir? Sönmüş vulkanlar. Doğru. Şuşa neçənci ildə azad olunub? 2020-ci Vətən müharibəsi. Qoqu sahəsi təqribən neçə milyon kilometrdir? Kvadrat kilometrdir 149. Düz. Litosfer nədir? Yerin üst bölgəsi. Doğrudur. Göygöl zəlzələsi nəticəsində neçə bal gücündə yaranır? 1139-cu ildə 7,7 bal gücündə. Vulkanın kraterində temperaturu neçə dərəcə olur? 2200 dərəcə. Doğrudur. Cənubi Amerikanın sahəsi neçə kilometr kvadratdır? 17,8. Doğrudur. Endogen qüvvə nəyə deyilir? Yerin daxili proseslərinə. Doğrudur. Uşaqlar, 3 mərhələ üzərindən kimlər ki qalmış oldular, indi sual qatarını reallaşdırmaqdan ötürü gəlin şeyə. Buyur. Vulkanların magma ocağı yerin hansı təbəqəsində yerləşir? Üst maddiyə. Doğrudur. Palçıq vulkanın temperaturu nə qədərdir? 6000. Yox. 200. Həyətdə gəl. 250-300. Dünyadakı ən böyük hansı vulkanın hansıdır? Toronto. Palçıq vulkanları digər vulkanlardan fərqi nədir? Palçıq qışqırır. Azimut zavodunda nə istehsal olunur? Güneş panelləri istehsal olunur. Cızda quzu haqqında şeydə Şuşanın Nə? Cızda quzu haqqında Şuşanın şəhəri. Doğrudur. Şimali Amerikanın ən hündür zirvəsi nədir? Denali 694. Doğrudur. Diz sistemini cəmi yükdaşmalarında tətbiq edən ölçülərdən biri hansıdır? Norit. Doğrudur. Neftin daşıdığı boru kəmərləri hansılardır? Bakı Novorossiysk, Bakı Subsa, Bakı Tilsi Ceyhan. Doğrudur. Epicentr nədir? Hipocentral perpendikulyar yönələn zəlzələnin yerində baş verdiyi nöqtədir. Termal bulaqların ən məşhuru hansıdır? İsti su. Doğrudur. Buyur. Yatmış vulkanlar hansı vulkanlardır? Yatmış vulkanlar bir neçə əsr püskürməyən vulkanlardır. Sinqapurun tərkibində hansı xalqlar var? Hindli, Malaylı, bir də Hind, Malay, Çin. Çin. Çin'dən ikisini götürdüm. Abisal düzənləri arasında hansı silsilə var? Orta okean silsiləsi. Doğrudur. Ölçəmiz Gürcüstanda nə qədər məsafədə yerləşir? 471 kilometr. Xəzər dənizində nə qədər palça vulkan var? 140-ya. Doğrudur. Sönmüş vulkanlar hansı vulkanlardır? Bir neçə əsrdir püskürməyən vulkanlar. Sən fransız korda yerləşir. Doğrudur. Ölkəmizin koordinatları hansıdır? 38-42 şimal enliyi, 44-51 cənub enliyi. Şərq uzun. Siz sözün açılışı nədir? Coğrafi informasiya sistemi. Kürd
Dağdan keçdiyi ərazidə hansı hissəsi yerləşir? Mingəçevir. 4. Yer qabağı neçə tipə bölünür və hansılardır? 2 tipə. Kontinent və okean. Doğrudur. Və bununla dayanırıq, tamamlayırıq. İkinci turumuz da bitdi. Plan mərhələsinə keçirik.